Hey, bakın çocuklar, biri altına işemiş. Elbette altıma işedim. Benim yaşımda herkes altına işer. Bu son modadır. Sahi mi? Evet, eğer altınıza işemiyorsanız havalı değilsinizdir. Vay canına. Hey bakın, Ernie de altına işemiş. Harika. Otobüse binin bakalım, kımıldayın. Billy dostu Ellie'nin böyük utancını gördükdən sonra düşünmədən öz altında bilərək islatması bir fədakarlıq metaforasıdır. Uşaqların lağ etməsi ilə qarşılaşan Billy oyunun qaydalarını silir və yenidən yazır. Bu qüsur deyil, bu yeni bir trenddir. Elə həmin anda Ellie'ni diqqət mərkəzindən uzaqlaşdırır, diqqəti özünə çəkir. Yəni, kimisə qorumaq üçün təkcə onun yanında olmaq kifayət deyil. Bəzən bu çətinliyi özünüz daşımalı, bu utancı bölüşməlisiniz. Billy öz nüfuzuna məhəl qoymadan uşaq dünyasının sərt qaydalarını pozur. Uşağın lağa qoyulmasının və kənarlaşdırılmasının qarşısını almaq üçün ən absurd, lakin insani yalanı uydurur. Nəticədə Ernie artıq şalvarını istadan uşaq deyil, dəbili möcüzədir.